Fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir. Bundan irəli gələrək sosial sığorta haqqında qanuna dəyişiklik edilməsi təklif olunur. Belə ki, mövcud qanuna əsasən fərdi sahibkarlar özünə görə minimum aylıq əmək haqqının tikinti sahəsində 50%, digər sahələrdə, yəni ticarət, iaşə, tərcümə, mühasibat və sair kimi xidmət sahələrində 25% miqdarında sosial sığorta haqları ödəyir. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir. Bakı şəhərində 100%, Sumqayıt və Gəncə şəhərlərində 90%, digər şəhərlərdə 80%, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60%, kənd yerlərində 50% miqdarında. Məlumat üçün qeyd edək ki, növbəti ildən qanunvericiliyə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artacaq. Sosial sığorta haqqında qanuna təklif edilən dəyişikliyə əsasən fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15%, yəni 60 manat, maksimum məbləğ həddi isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək. Bunu nümunələrlə izah edək. Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5000 manat olan mikro sahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manat təşkil edirsə, qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox, yəni 200 manat olacaq. Lakin təklif olunan yeni modelə görə aylıq gəlirə 2% dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı 100 manat, yəni mövcud sosial sığorta yükü ilə eyni olacaqdır. Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək. Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 3000 manat olan mikro sahibkar üzrə sosial sığorta haqqı 100 manatdan 60 manata enəcək. Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1500 manat olan mikro sahibkarlar üzrə aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq məbləğ 60 manat təşkil edəcək. Göründüyü kimi, gəlirin həcmindən asılı olmayaraq minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün aşağı düşməsi gözlənilir. Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektinə aid olan fərdi sahibkarların 80%-nin illik gəlirləri 60 min manatadək olan şəxslər təşkil edir. Eyni zamanda fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi ödənişi deyil və həmin fərdi sahibkar tərəfindən ödənilən bu məbləğlər onun pensiya kapitalına yığılır və gələcəkdə ona pensiya ödənilməsi üçün istifadə edilir.